Aprelin 21-də Konstitusiya və Suverenlik ili çərçivəsində Naftalan şəhər İcra Hakimiyyətinin Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Şəhər Heydər Əliyev mərkəzində Qərbi Azərbaycan tarixin sınaqları müasir çağırışlar mövzusunda tədbir keçirildi. Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildirdilər. Daha sonra Heydər Əliyev mərkəzində ümummilli liderin şərəfli ömür yolunu əks etdirən foto eksponatlara, Qarabağın zəfər təntənəsini, Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini özündə əks etdirən foto şəkillərdən və kitablardan ibarət sərgiyə baxış keçirdilər. Tədbirdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Qərbi Azərbaycan icmasının idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, icmanın idarə heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, İcmanın Qadınlar Şurasının sədr müavinləri Telli Pənah qızı Aytən Sultanova, tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımız, idarə müəssisə təşkilat rəhbərləri və ziyalılar iştirak etdilər. Konfransda ilk olaraq Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İcmanın idarə heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan icmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verərək qeyd etdi ki, bugünə qədər görülən işlər, qarşıda duran vəzifələr bu mübarizənin sistemli və davamlı xarakter aldığını göstərir. İcma sədri son 2 əsr ərzində ata-baba yurdlarından məcburi şəkildə didərgin salınan Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayıdışının qaçılmaz və təmin olunmalı bir hədəf olduğunu qeyd etdi. Biz çıxışlarımızda Qərbi Azərbaycan icmasının yaranması, qarşısında duran vəzifələr, indiyə qədər gördüyü işlər barədə Naftalan ictimaiyyətinə ətraflı məlumat verdik və eyni zamanda onlarla söhbətlərimiz bir daha sübut elədi ki, insanlarımızda ata-baba yurtlarına qayıdışa çox böyük inam var və onlar bizim qayıdış ideyamıza hər tərəfli dəstək verməyə hazırdılar. Elə hesab edirəm ki, belə tədbirlərin Qərbi Azərbaycan həqiqətlərinin bölgələrə daşınması baxımından çox böyük əhəmiyyəti var. Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tarixi torpağımız olan Qərbi Azərbaycanla bağlı tədbirlərin keçirilməsinin olduqca mühüm əhəmiyyət daşıdığından, Qərbi Azərbaycana böyük qayıdış ideyasının reallaşdırılması istiqamətində vacib və məqsəd yönlü addımlar atıldığından ətraflı bəhs etdi. Qərbi Azərbaycan icmasının fəaliyyətinin geniş və əhatəli şəkildə ictimaiyyətə çatdırmağı, bu istiqamətdə tədbirləri davam etdirməyi, təşəbbüs çərçivəsində köməklik göstərməyi başlıca vəzifəmiz hesab edirik. İcmanın idarə heyətinin sədr müavini Hikmət Babaoğlu çıxışında Qərbi Azərbaycan həqiqətlərinə geniş şəkildə toxunaraq bu prosesin həm tarixi ədalətin bərpası, həm də Cənubi Qafqazda dayanıqlı sülhün əsas şərtlərindən biri olduğunu vurğuladı. Bugünə qədər Qərbi Azərbaycan icmasının qayıdışla bağlı qəbul etdiyi sənədlərindən 10 dənəsi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sənədi kimi Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi müxtəlif dillərdə rəsmi sənəd kimi yayılıbdır. Bu nədir? Bu deməkdir ki, bizim hüquqi iddiamız beynəlxalq hüquq tərəfdən qəbul olunur. Ermənilərin manipulyasiya etdiyi kimi heç kəs deyə bilməz ki, Azərbaycanlılar ərazi iddiası irəli sürürlər, bu siyasi məsələdir, bu hüquqi məsələdir, biz qayıtmalıyıq. İcmanın Qadınlar Şurasının sədr müavinləri Telli Pənah qızı və Aytən Sultanova Qadınlar Şurasının bu prosesdəki fəal rolundan, Qərbi Azərbaycana qayıdış hərəkatında göstərdikləri təşəbbüskarlıqdan söz açdılar. Doğma yurd yerlərimizə qayıdışın təkcə milli kimliyimizin bərpası deyil, həm də gələcək nəsillərimiz üçün ədalətli və dinc gələcəyin qurulması baxımından zəruri olduğunu bildirdilər. Bizim hər birimizin Qərbi Azərbaycanlı olaraq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış həm yerlilərimizin adından bütün Azərbaycan xalqına təşəkkür eləmək vaxtımız artıq yetişir. Və günlərin bir günündə biz də Qarabağlılar kimi müvəqqəti yaşadığımız torpaqlardan öz doğma yerlərimizə, doğulub boya başa çatdığımız torpaqlara qayıdanda bizə bir müddət ev sahibliyi eləmiş insanlara öz təşəkkürümüzü bildirməliyik. Və güman edirəm ki, gənclərimiz xüsusilə bu yolda daha aktiv olacaqlar və hər birimiz o yurda dönüş üçün əlimizdən gələn kiçik bir iş olsa belə onu yerinə yetirməyə hazırıq. Televiziyamıza açıqlamasında Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova Qərbi Azərbaycan məsələsinin xüsusi diqqətdə saxlanıldığını və mütəmadi maarifləndirmə işlərinin aparıldığını qeyd etdi.
Biz hər bir Azərbaycanlı kimi, biz deməzik Qərbi Azərbaycanlı olaraq, elə hər bir Azərbaycan vətəndaşı kimi bugünkü gün çox önəmli və qürurverici bir gündür. Çünki biz böyük bir ümidlə, həvəslə Qərbi Azərbaycana qayıdacağımız günü gözləyirik. Bugünkü tədbir də bu mövzuda hazırlanmışdı. Konstitusiya və suverenlik ili çərçivəsində regionlarda olduğu kimi Naftalanda da bugün bu möhtəşəm tədbir təşkil olunmuşdur. Möhtəşəm tədbir üçün paytaxt Bakıdan dəyərli zamanlarını ayırıb bizim tədbirdə iştirak etdiyi üçün mötəbər insanlarımızın hər birinə bir Naftalanlı olaraq təşəkkürümüzü bildiririk. Naftalanda məskunlaşan Qərbi Azərbaycan əsilli sakinlər tədbirlə bağlı öz təəssüratlarını bölüşdülər. Mən 1983-cü ildə Qərbi Azərbaycanda Basarkeşlər rayonunun Axkısa kəndində Aşqələskər ocağında dünyaya göz açmışam. Mənfur düşmənlərimizin apardığı etnik təmizlənmə siyasəti nəticəsində Qərbi Azərbaycandan deportasiya olunaraq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışıq, yaşamışıq və bu gün də Naftalandayıq. Biz Qərbi Azərbaycanlılar hər zaman olduğu kimi Cənab Prezidentin ətrafında sıx birləşmişik və inanırıq ki, Qarabağı Azərbaycana qaytaran Cənab Prezident milli həmrəylik, milli birlik sayəsində sülh yolu ilə Qərbi Azərbaycanlıları da öz doğma ata-baba yurduna qaytaracaqdır. Sonda Naftalan şəhər icra hakimiyyətinin başçısı da daxil olmaqla bir qrup Qərbi Azərbaycan əsilli şəxslərin və onların varislərinin müraciətləri əsasında onlara Qərbi Azərbaycan icmasının üzvlük vəsiqələri və döş nişanları, həmçinin qarşılıqlı xatirə hədiyyələri təqdim olundu. Lamiyə Rövşənqızı, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası, Naftalan şəhəri.